Salam uşaqlar, xoş gördük sizi. Növbəti dərsimizə başlayırıq. Gördüyünüz kimi bizim bundan sonra keçiriləcək dərslərimiz Aşıq Ələt Nəsibova Musiqi Tədris Mərkəzinin yeni ofisində olacaq. Hər birinizə uğurlar arzulayıram. Dərs keçmək üçün sözü sizin müəlliminiz Cavanşir Quliyevə verin. Buyur Cavanşir müəllim. Mən də uşaqlara yeni dərsimizlə bağlı təbrik edirəm. İnşallah görək kimlər hazırdır, kimlər təmbəllik eləyir. Bunda dərs prosesində izləyək inşallah. Biz keçən dərs hansı dərsdə qalmışdıq? Hansı sırada qalmışdıq? Başlı bir. Başlı bir klavye. Başa köşkünü də məşq eləmişdik. Bizdə mənə elə gəlir ki, daha da möhkəm hazırlaşmalıyıq. Əsas məsələ şahsevəni istəyərdim bu dəfə keçək. Var mı elə? Yəni şahsevəni havası eşitmişsiniz yoxsa? Eşitmişəm. Şahsevəni havası şah kökdə ifa olunur. Şimdi qarmaq varsa, yəni biz şahsevənin havasını keçəcəyik hal-hazırda. Amma ilk öncə digər dərslərimiz, keçdiyimiz dərslərdən məşqlər eləyək, görək vəziyyətlə yerdədir. Hazırız. 3, 4.
üstünü də siz oxumalısınız. Amma halbuki heç kimdən səs çıxmır. Niyə? Çünki fərqi yoxdur. İstər səsin zil olsun, istər bəm olsun, oxumaq lazımdır. Səsin notunu düz düş. Səsin var, görürsən, amma notu düz tutmursan. Fikirləş. Yaxşı, səsə qulaq as ki, səsin ki, xarici olmasın. Yəni, fərqi yoxdur ki, aşağıdan oxudun, yuxarıdan. Kimin səsi bəmdir, aşağısını oxusun, kimin səsi zildir, yuxarısını oxusun. Aydındır, sən oxumursan. Səndə səsin də var, oxuya da bilərsən. Amma oxumursan. Niyə? Oxumaq lazımdır ki, tam effekt arasında. Başlayaq indi. Başdan başlayırıq, səri gəlir. Hədicə, sən də qavalı ritmini eləkin o tam üstündə. Özündə oxu. Səsin niyə zəif gəlir? Tək birdən oxu görüm. Tək oxu görüm. Yox, tək oxuyur. Mən də oxuyur. Bilir ki, sən mənimsən. Bilir ki, sən mənimsən. Yurdum yurma, məskənimsən. Yurdum yurma, məskənimsən. Aman doğma, vətənimsən. Səsin gizlətmə, başa düşün. Lazım gələndə forte, lazım gələndə piano. Yəni səsin oxumaq eləyək ki, hava düzgün alınsın da. Daimi piano oxuyursan, sazın səsindən eşidildir. Lazım gələndə forte eləyirik, piano eləyirik. Sən oxuyursun. Sən oxuyursun. Oxuyarkən də akord verirsən sadəcə və yumuşaq, kökdə dayanırsınız. Bax uşaqlar, oxuyan zaman oxunursa kökdə dayanır. Kök hansı kökdür? Orta kök. Orta kök hansı pərdədədir? 4-cü pərdə. Aydındır mı? Burada sadəcə ritm tuturlar. Yox, ehtiyac yoxdur. Birinci barmağı soxundururum bura. Məsələn, akord veririk. Bu. Və ritm tuturlar. Səndə burada ikinci pərdə, səndə bax. Səndə 4-cü pərdə. Aydındır yumuşaq. Oxuyarkən də oxuyana qulaq asmaq lazım. Azca səs deyil. Çünki sazlar çoxdur. Oxuyanların da səsi o qədər də yuxarı gəlmir. Hə. Hə. Biraz da səsi qoyma. Sən mənimsən. Banlı səsi. Yurma, məskənimsən. Anam doğma, vətənimsən. Ay sağ ol, biraz öyrəşin.
Korkma. Sonra deyip gelsen yoksa... Anam durma vətənim sən, durma vətənim sən, ayrılarım kılıcamda, Azərbaycan, Azərbaycan. Elə? Qalx ayağı, bəlkə ayağınızda qalxmaq lazım. Bilməmişik. Bilir ki sen benimsen, yurdum yuvam meskenimsen, yurdum yuvam meskenimsen, anam doğma vətənimsen. Musiki geldi. Ay, 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 anam doğma vətənimsen, ayrılarını körüm dağda, Sen de görək. Əsas sıra oxumaq üzrə. Sonra bilir ki səsi düz. Bilir ki biraz da yuxarı. Bilir ki köşe düzdür. Daha yukarı bak. Bir de su. Sadece A. Sadece A. Görsen? Evet. Biraz yukarıdan da. Daha iyi, daha güçlü. Biraz daha. Evet oğlum. Daha yukarı. Biraz da ondan ileri. Bir sendeler yukarı çıkıyorsun. Evet. Biraz daha. Daha yukarı. Biraz daha. Çarptır bak. Biraz yukarı. Daha yukarı. Safra da. Biraz da yukarıdan. Evet. Daha yukarı. Bundan yukarı yoktu da. Bundan yukarı sesin çıktı da. Mümkün değil. Yaxşı bu. Ben atıyorum. Evet. Siz sağ olun. Sen nasıl? Sağ olsun, hadi Evet. ben. Yok, çok dayanırsan başa düşürsen. Evet. Okuyanda yumuşak ses. Tam yumuşak. Yurdum yuvam meskenim sen. Yurdum yuvam meskenim Biraz sesi sen. harici eləməyək ya. Kökü dayanar, kökdə dayanar, sıra bırak. Biz buraya baxmırıq. Yurdum yuvam
oxuyaq, düzəldək da səsini. Görək kimdə nə qüsur var. Ümumi oxuyanda hamı bilinmir kimdə nə var, nə yox. Aydındır? Hə. Sən elə bir müşahidə edin. Bilir ki, sən mənimsən. Bilir ki, sən mənimsən. Bilir ki, sən mənimsən. Kurdum yuvam, kurdum yuvam, məskənimsən. Kurdum yuvam, məskənimsən. El bilir ki, bax səsi düzdür. Mənə qulaq as, bir dənə qulaq as. El bilir ki, sən mənimsən. Hə. El bilir ki, sən mənimsən. Bir dənə tələsməyə bax. El bilir ki, sən mənimsən. Sen el bilir bak. El bilir ki, bak. El bilir ki, el bilir ki, bak kulağın. El bilir ki, yok orada doğru var lan. El bilir ki, Hayır da. görürsen bu cümle. Uzatma. Anladın. Ha? El bilir ki, bir de var. El bilir ki, sen okuduğun varyantı da gösterin, öz varyantında bak. El bilir ki, sen mənimsən. El bilir ki, sen mənimsən. Eynidir, yoksa fərqlidir. Bak onu hissiyatı da var. Onu əsas onu hissedirsənsə, güzel bir şey. Sen əlinlə deyirsən, amma səsi eləmirsən. İndi nə edirik? Özü sən də aşağı səslilərdənsən, amma hamı qoşulsun. Amma səsə qulaq asək, xaric eləmir, eşitdiyimiz musiqi ilə səsimiz uyğun gəlsin. Əgər siz noktan kənarı olursa, nəticə heç. Yəni, ən vacib məsələlərdən biri də mən keçən dərslərimizdə də izah eləmişəm.
xaric saz çalmaq, xaric oxumaq elə ki, musiqini aparıb uçurumdan kənara atmaq demək. Yəni, ola bilər, çoxlu mahnı bilən olar, çoxlu dastan bilən aşıqlarımız olar, şeir bilən aşıqlarımız olar. Oxuduğu avaz, çaldığı saz heç nə olmaz. Belə şeir kimi yaranda əslində elə olur. Yəni ki, xaric səslə istəyirsən, bəzi aşıqlar var da, indi bəziləri tanınmışlar da var. Konkret olaraq çox xaric oxuyurlar. Yəni, xaric oxumaq ən birinci səhvdir. Yəni, çox musiqi bilər. Elə adam var ki, bütün musiqilərin oxu qaydalarını da bilir. Amma səsi konkret olaraq xaricdir. Xariclik ola bilər, xəstə olarsan, səsin qrip olar, səsin qaçar notdan kənar oyan bu yan. Bir də var ki, xaric oxuyur, hətta elə adamın üzünə deyirlər ki, mən hər şeyi düz oxuyurum. Not, yəni o kamerton var da, kamertonda da göstərilirsən ki, sənin səsin yarım ton, bir ton xaricdir. Amma yenə də fərqi də vardır. Ən böyük, amma sən düzəltdin. Görürsən, əsas məsələ bizim düzələcəyimiz də bu. İndi balaca gözəl balalarda bir dənə yoxlayaq. Hamı bir yerdən eləsin. İndi bu gözəl balalarda olsunlar. Bir yerdə başlayırıq. Tamam. Oxuyun səsini kök veririk. 3, 4. Amma səsi hatta daha yukarı. Biraz uzakta. El bilir ki. Bak, el bilir ki. Sen benimsen. Sen benimsen. Daha yukarı. Burnuna salma sesi. Ayşe kökü verin. Evet. Daha sesini daha büyük, daha nota büyük, büyük, daha büyük, 4. Aydalar mı könül candan yok. Bunun canın deyiliş forması var. Görürsən? Bak, aydalar mı könül candan boğu istəsin. Aydalar mı könül candan? Aydalar mı könül candan? Azərbaycan. Cancı hərfi. Biraz elə deməyim də, can qarışır. Zinqançımız qarışır belə. Maraqlı bir olma formada. Aydalar mı könül candan? Candan. Aydalar mı Könül candan. Azərbaycan.
sırçı hərflərinə fikir. Ayrılar. Ən düşürlü Oxuyanda işlərdən biri də odur ki, bax, televiziyada aparıcılar var, bunlar da məsələn, diksiyanı üçün durmurlar. Hamımıza da o cür xəbərlər də deyirlər, məlumatlar da çatdırırlar. Biz də başlayırıq o cürlə onları qulaq asıb, onlar kimi danışmırıq. Başlayırıq indi, bir də bunu məşq eləyək, yeni şah seviyəni görək, vaxtımız qalarsa keçərik. Olmaz, növbəti dərsimizdə şah seviyəni havasını keçərik. Başlayaq. 3, Fəzil, tam yükülü gəşək. Keç o yana sən. Üzbərizə keç. Yükülü yaxşı bu. Savcan, sən də hazır ol. Akordu düzgün. Düzgün. Ağası yaxşı. İkimiz lazım. Hazır olan. Sakitlik olan. Yani 3, 4. Diqqətimi sizdən yayındırdım. Gördüm ki, hamı hələ bir yana gedir. Gördünüz? Bir də hazır olaq. 3, 4.
oxumağı yer gələndə fikrin yayılması, hamı diqqətli olsun ki, yaxşı alınır da. Hə. Səsin yerindədirsə, ev yoxdur. Yumuşaqda olur da, falset səsindən. Səsin tutduğunu çıxır. Çox ona lazım deyil də, yəni kökə düşürsən, falset səsindən yavaşca oxuyursan. Yaxşı? Hə, hazır oluruq. 3, 4. Biz bu dərsi biraz da məşq eləmiş olsaq, hamı, görürsən, hamı bir yerdə məşq eləyəndə daha da qəşəng alınır. Oxumağı da diqqətli olun, daha o qüsurları kimdə alınır, zəifdirsə onu düzəltmək lazımdır. Bugünkü dərsimiz yəqin ki, növbəti havaya keçid eləyə bilmədik, görünür, xeyli məşq elədik. Növbəti dərsdə şahsiyəni inşallah keçərik. Qalan kimin əlavə sualları var, kimdə keçən dərs şeirlərdə tapşırmışdım, kim yeni şeir öyrənir, əlini qaldırsın, görək kimdən, hansı şairdən, hansı aşıqdan şeir öyrənir. Mən Zahir Çavqəzərdən oxuyacaqmışım. De görək. İstəyirsən, elə sadından müşayiətlə özün qəşəng de görün. Elə ayaq üstə dur. Elə başlı beytində. Bir
dağlarında yada yoldaşa. Həsrət qalmayandan sənətkar olmaz. Olub keçənləri göz yaşı ilə yada salmayandan sənətkar olmaz. Xatirinə yal düşəndə kövrəlib, ürəyinə sal düşəndə kövrəlib, xoşbəxtlikdən söz düşəndə kövrəlib, gözləri dolmayandan sənətkar olmaz. Neyniyim qurumadı gözüm dünyada, sevilmədim mən özüm dünyada, kasası bizim dünyada bədbəxt olmayandan sənətkar olmaz. Kasası bizim dünyada bədbəxt olmayandan sənətkar olmaz. Bax, gələn dərsdə kim bu cür şeir, əlavə kim söylənib, hansıda yeni şeir öyrənən var mı, yoxsa yox? Bax, siz hər gün yox, həftədə bir dəfə, bir dənə şeir öyrənmiş olsanız indidən, çox demirəm, həftədə bir dəfə, bir dənə şairin şeirindən öyrənmiş olsanız, siz gələcəkdə böyük bir şəxsiyyət kimi, böyük bir sənətkar kimi formulaşarsınız. Bax, yəni bu şansı, bu fürsəti əldən qaçırmayın. Bax, sizə də bu cür şərait yaradılır. Yəni, qeyri-hökumət təşkilatı, dəstək agentliyinin vasitəsindən, Pərvanə xanımın rəhbərliyindən bu işləri biz həyata keçiririk. Yəni, bizim kursumuzun da böyük fəaliyyəti olduğu üçün. Yəni, bu qədər sizə hər tərəfli şərait yaradılır, amma siz daha da güclü olmalısınız ki, bu qədər əziyyətin hədər getməməsini anlamaq bir-birimizdən yaxşı. Əlavə kimisə şeir demək, yeni şeir öyrənə yoxdur ki, amma gələn dərs hər biriniz bir dənə bir şairin şeirini öyrənirsiniz. Xüsusən klassik aşılarının da Aysun Sücayət Kəlbəcəridən şairidir. Onun şeirləri doğrudan da çox gözəl şeirləri var, çox gözəl, necə deyil, insan ruhunu, təbiətə həsr olunmuş şeirlər var. İndiki dediyi şeirdə fəlsəfi yönündür, insanları bir-birinə, yəni ki, bu sənətkar olma sözündə orada bir çox hallar var ki, onu xırdalatsa çox məqamlar ərsəyə gələr. Yəni, görürsünüzmü, hər şeirin, hər şair də şair olmur. Yaxşı ustadlarımızdan, keçmiş ustadlarımızdan bəri ən gözəl şairlərimizin şeirlərindən öyrənin. Hər şairdən ən azı 3 dənə şeir öyrənin ki, növbəti dərslərimizdə onu ifadə edək. Əlavə sual olan, fikir olan var mı, yoxsa yox? Dərsimiz bu günlərini yekunlaşdırırıq. Bu günlərin... Çox təşəkkür edirəm sizə həqiqətən. Belə tezliklə bu sazı qavramasız, gözəl, bir neçə hava öyrəndilər bizim bu dərslərimiz vaxtı. Qürur duyuram sizinlə uşaqlar, həqiqətən çox gözəl öyrənirsiniz. Sizə uğurlar arzulayıram. Mən bizə bu şəraiti yaratdığı üçün bir daha qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümü bildirirəm və növbəti görüşlərdə sizlə görüşənə qədər. Sağ olun, təşəkkür edirəm sizə. Sağ olun.